Əziz dostlar, əziz qardaşlar. Demək, silahlara baxmaq istəyirsiniz. Mən silahı bu YouTube kanalı üçün çəkirəm. Burada mən yazanda Amalov dünyasına girin, Amalov dünyasında baxın. Hamısını orada izləyə bilərsiniz. Demək, ən çox soruşulan Rus silahlarından mən göstərirəm sizə. Rusun qoşəlləsi 12 kalibr varımızdır. 12 kalibr qoşəllə. Baxa bilərsiniz. 0 kilometre, yəni heç atılmamış, yəni salafandır. Bu silah, gördüyünüz bu silah sənədləşməsi ilə bir yerdə 1500 afır mütəllif verilir. Və gördüyünüz 16 kalibrimiz də var, həmsi İJ-43'lərdir. Bunlar da həmki qaydada olaraq bunu əldə edə bilərsiniz. Və keçək bu birisi silah. Bu silah var bizdə 1100 manata, qəh təzədir. 1100 manat. İJ-43 16 kalibr. Sonra silah var. Burada var 12 kalibr. 850'dir, lap 800'də də bunu verə bilərəm. Problem deyil. Qəşəng, dımbıl kimi silahdır. 12 kalibr. İJ-43 yan-yana. Sonra belə deyim, silahlarımı 20 kalibrimizdə var. Bekas 16 kalibr 5 atılanımız, 4 atılanımız da var. Və ML155. ML155 silahı bax budur. Qardaşlar, baxın. ML155 gördüyünüz taxta modeli. Baxın. Sonra bu Akkar varımızdır, Akkar. 1500 manat. 6 ay da deyirlər buna. Bu da deyilənə görə çox yaxşı silah. Süper bir silahdır. Yüngüldür, rahatdır və Stoger'in taxta modelindən tuş, hamısına, bütün modellərindən varımızdır. Təşkillərimiz də var. 12 kalibr, baxa bilərsiniz. 18. Üstündə dovşan naxşı ilə baxa bilərsiniz. Modelin Rusiya baxa bilərsiniz, hamısı. Qəşəng bir tərəfində it var, bu tərəfindən dovşan. Sonra ML156 da varımızdır, burada eyni. ML155'in ML156 versiyası da var. Yəni bunu hardan əldə edirsiniz? Cəllabadda Brand Store ilə, Lukol yanacaq doldurma ilə üzbəyiz olan dükanımızdır. Keçdik Türk silahları. Türk silahları gördüyün kimi, bax belə bir modelindən tutulur. Bu Rusundur, dovşan qulaq deyirlər, sportdur. Bu modelindən tutulmuş, bu.